Çok değerli Müslümanlar, sizləri müqəddəs Qurban Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Allah kəsdiyiniz qurbanları, etdiyiniz ibadətləri və Allah yolunda etdiyiniz yaxşılıqları öz izzət cəlalına qəbul eləsin. Qurban Bayramının mahiyyəti nədir? Niyə Qurban Bayramını Müslümanlar bayram olaraq qeyd edirlər? İlk öncə Hz. İbrahim əleyhissalam oğlu olmurdu. Allah'a dua edir ki, Allah'ım mənə övlad ver, oğul ver ki, ətrafında olan qövmümü mənim peyğəmbər olduğumu inandırım. Çünki Hz. İbrahimə ətrafında olan insanlar, qövmü ona deyirdi ki, sən peyğəmbər olsan da sənin soyun olardı. Bildiğiniz kimi Sara xanım qısırlığı var idi, dünyaya uşaq gətirə bilmirdi. Vəhiy gəlir ki, cariyən Həcəri al. Yəni qulluqçun Həcəri özünə eş olaraq, həyat yoldaşı olaraq al. Bir oğul övladı olur, adını qoyur İsmail. Yəni Allaha fəda. İsmail sözünün mənası Allaha fəda qurban deməkdir. Və Sara xanım qısqandığına görə yenidən vəhiy gəlir ki, onu Məkkə torpaqlarında səhraya burax və arxaya baxmadan geri qayıt. Və eyni zamanda Həcər xanım da İsmail balacadır, su axtarır. Mərvə və Səfa arasında səy eləyərək görür İsmailin ayağının altından su çıxır. Və gəlir deyir zəm zəm zəm. Yəni uşağı boğma qorxusuyla zəmzəm deyir, dayan. Suyun adı zəmzəm olur. İsmail'e qurban vermək istəyir, Allah qoç göndərir. İndi insanlar övladı üçün qoç geyib, qoç adağı deyib kəsməyəndə övlad özünü kəsir. Övlad qoç kimi kəllə vurmağa başlayır. Adağı, yəni nəzri deyən insanın övladına nəzir elədiyi övladı qarşı gəlib. Atasına və yaxud anasına. O dövrdən Allah qoç göndərir və deyir ki, şükr edin. Fərz olaraq insanlar Allaha qurban kəsib, Allaha çox da şükür eləməlidir. Həmin o dövrlərdə, həmin o vaxtdayıq ki, biz Allah yolunda qurban kəsib çox da şükür eləməliyik. Qurban necə kəsilməlidir və kimlər yeməlidir? Qurban bayramında kəsilən qoçun sağlam qoç olmalıdır və bir qismini qohumlar və özün yeyə bilərsən, bir qismini də kəsib bu ehtiyacı olana paylaya bilərsən. Bu bayram niyyəti ilə kəsilmiş qoçdur. Adak niyyəti ilə deyil, adakın ətini yemək olmaz. Allaha verilən nəzrin ətindən yemək olmaz. Qurban məqsədi ilə kəsilən, bayram məqsədi ilə kəsilən qurbandan, nuşcandan yeyə bilərsiniz. Allahın salamı, xeyir bərəkət olsun hər birinizə.